Salam aleyküm. Yurt sevenler. Bura Qubadlıdır, doğma Qubadlı. Bura el arasında su qovuşan deyənlər də var. Həkəri ilə Bərdüşadın birləşən yeridir. Bax, oradan Həkəri gəlir. Mən dayandığım yerdən də Bərdüşad gedir. İkisi orada birləşir. Ərazi olaraq Gilizan kəndinin ərazisidir. Şükür bu günlərə. Ben burada çok olmuşam ama bu günlerde buradayım. Bura doğma yurtdur, Qubadlıdır. Çok güzel istirahat elədik. Adısını çıxardıq, necə deyərlər. Bunu bizə qismət edən Allah'a şükürlər olsun. Zəhməti keçmiş bütün qazilərimiz, bütün döyüşçü yol qardaşlarımız, hərbiçilərimizin canları sağ olsun. Uğurumuzda şəhid olmuş bütün qardaşların ruhları şad olsun. Ruhları qarşısında baş əyirəm. Bugün də məni arı çalmasına göz baş şişib. Demək olar sirdən sifətdən çıxmışam. Amma bu günə də şükürlər olsun. Mən öyrəncəliyəm belə şeylərə. İldə 1-2-3 dəfə limitimdir, arı çalır. Hər şeyə rəğmən həyat gözəldir. Yurt yerində hər şey gözəldir. Dediyim kimi çox gözəl, çox şükür olsun bu günə. Buradan da ayağı yurda değmeyen soydaşlarımıza fark etmez Qubadlı olsun. Laçın olsun, Zəngilan olsun, Kəlbəcər olsun, ister Ağdərə, ister Hadrut, ister Xankəndi, istersə Şuşa, ne bileyim, Xocalı olsun, Xocavənd olsun, fark etmez. İşğaldan azad olmuş bütün torpaqlarımızın sakinlərini Allah'tan arzu edirəm ki, yurt yerlərinə ən azından ziyarət edə bilsinlər. Sonraki mərhələlərdə də böyük qayıdışlara arzu edirəm. Böyük qayıdışlar olsun, köç olsun. Bu bizim haqqımızdır. Bu bizim təbii haqqımızdır. İnşallah Allah arzularımıza çatsın. Hamımızı yurt yerinə salamlayıram. Var olun.